Vaxt olun mesela 200 kuş, 250 kuşa da net vermişim. Uçurdan da 100 tane, 150 tane uçurmuşam. Ama mesela ben heç cürə alınmır ki, çox adam deyir ki, həcmləş qoşulmur Biraz yarışa. sağ sakallar falan. Yox, bizə necədir? Mən özüm məsəl üçün dursam, əgər mən quş sürməyə, biz 30 tane iştirakçı varsa, mən qoşulsam olacaq 31 tane. Mən gedib 30 tane iştirakçı uçurdan da iştirak edin, düzdür. Sonra 30 iştirakçı da mənim həyətimdə olsun. Yəni problem deyil, yəni mənim həyətimdə olmayayım da. Ama mən dursam 30 gün bu kuşbazlarına həyətini geçsəm, tutan getdi başa, elə 30 gün heç hava tutamıyor ya, bu kadar yabalar yok. Ona göre mən yarışa qoşulmam. Amma ki, onlara kuş yok, Allah 5 tane de istesen, onu çıkartarsan aşkına necə? Mən 100 kuş uçurduram, 150-200 kuş uçurduram. Bilsəm yarışa qoşuluram. Mən oradan 12 tane, 15 tane kuş ayırıram size onun əvvəlindən. Pərləşdirirəm bunları. Bunlar kuş bir-birdə pərləşməlidir. Yoksa uça bilmez. Mən hələ bir günə 200 kuşu içindən ondan ayrım bilərəm. Bu ürəyim istəyən nəticəni ala bilmərəm.